Hər kəsi salamlayıram dostlar. Bugün artıq GeoGuessr oyununda biraz yeniliklər olacaq. Oyunu yükləmişdim və multiplayer artıq çox oyunculu oynayacağıq. Ümid edirəm yaxşı alınar. Battle Royale Distance, yəni daha yaxın məsafə, yəni daha yaxın seçən adam qazanır. Məkana daha yaxın seçən adam qazanır. Bu oyunun qaydası belədir. İndi isə başlayaq. Ümid edirəm yaxşı olar. Görək nə olur. Maksimum 10 nəfər ola bilər. Hələ ki 6 nəfər var. Səkkiz olduq. 5 saniyə artıq başlayırıq. Və getdik. 8 nəfər. Üç dənə cəhd şansı olur. Bu əslində yaxşıdır. Amma görək. Bura hara ola bilər? Bir nəfər artıq, 2 nəfər hətta seçim elədi. Aha. Günəş cənubdan gəlir, ona görə belə bir şey seçdim. Və ən sonuncu deyil, yəni 6-cı yerdəyik, ona görə növbəti mərhələyə keçəcəyik. Və bəli, keçdik, amma haraydı? Panamaymış. Asan deyildi. 5-ci yerdəki adam elə tam mənim seçdiyim yerin yanındakı yeri seçib, neysə. Artıq ikinci raund başladı. Görək buradan necə çıxırıq. Qarşıdakı lövhələri oxumağa çalışacağım. Bu İslandiyadır deyəsən. Roy Vitsad. Bu məncə İslandiyadır. Hələ ki ən sonuncuyam. Danimarkaya dəyişdim və daha yaxın oldu beləliklə və bura Norveç imiş. Tam İsveçlə sərhəddi demək olar. Nəysə, növbəti raunda keçdik. Seçimimi dəyişməsəm keçməyə bilərdik amma. Ya da ki çox az fərqlə keçəcəydik, nəysə. Görək bura haradır. Əkin sahəsi. Darıq da olduq deyəsən. Yəqin ki mülayim yeniliklər olar. Litvazad belə yerlərdən seçəcəm. Yəni fikrim belədir. Günəş də cənubdan görünür, ona görə seçimi edirəm. Və keçdik. Slovakiyaymış. 6 nəfərdən 5 nəfər seçim elədi, elə 5-incisi də mən idim. Yəni zar zor qurtardıq. Növbəti mərhələyə keçdik.
Aha, görək bu nədir? Bura haradır? Belə biraz duraqlıq əraziyə oxşuyur. Amma dağlar var qarşıda, görürsünüz ki. Hətta Darlı dağlar, hətta bu vulkanik dağa bənzəyir. Günəş şimaldadır. Günəş şimaldadırsa əvvəlcə buradan seçim edəcəm. Ay bitdi. Ayda hiss eləmişdim Ant dağları olacaq deyə. Ah, kaş Ant dağlarından bir yer seçərdim. Evi yox. Olan şeydi. 5-ci olduq. Olsun. Bu sadəcə izləyə bilirik. Artıq yarışda deyilik. 5-ci oldum. Çox da pis deyil, amma daha yaxşı ola bilərdi. Bugünkü videomuzda bura qədər. Sağ olun, salamat qalın.